Kəlbəcərin işğaldan azad olunmasından 5 il ötür təzəcə çəkilən iki çarxda məşhur əfsanə ilə Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsini ustaca birləşdiriblər. Gəlin sizə də göstərim. Azərselin hazırladığı qısa filmdə Bülbülün hekayəsi göstərilir. Xarı Bülbül əfsanəsinə görə bir gün külək hər kəsə diz çökdürür, ancaq gül ona baş əymir. Onu ayaqda saxlayan bülbülün sevgisi olur. Burada da həmin bülbül göstərilir. Küləyin tərpətdiyi pərdədə əllər də sanki düşmənin metaforudur. Bülbül öz gülünə çatmaq üçün küləyə, tufana, yağışa baxmayaraq müxtəlif yerlərdən keçir. Son gücü ilə hədəfinə çatmaq istəyəndə hər tərəf rənglənir. Təbiətdə gül çiçək açır, əhval dəyişir. Qısa film boyunca səslənən mahnıda Xarı Bülbül əfsanəsinin hekayəsini simvollarla çatdırır. Həm bülbülün, həm də gülün həsrətini dilə gətirir. İkinci qısa filmdə isə eyni simvolların istifadə edildiyini görürük. Baba, burada mənim neçə yaşım var idi? Burada sənin 2-3 yaşın olardı. 5 il əvvəl çəkilib. Burada da Vətən bağı mahnısı eşidilir. Baba ilə nəvəsi birgə işğaldan azad olunmuş ərazilərə səyahət edirlər. Onlar Füzulinin Qaraxanbəyli kəndində Vətən müharibəsinin ilk şəhidləri üçün ucaldılmış abidədən keçirlər. Yağışlı hava oxşar qəmgin ab-hava yaratsa da yollarına davam edirlər. Eyni ilə bülbülün öz gülü üçün etdiyi kimi. Sonda isə balaca qız atasına qovuşur və aydın olur ki, onun atası işğaldan azad olunmuş yerlərdə inşaatla, gələcəyi qurmaqla məşğuldur. Burada həsrətin sona çatması bir neçə qatda işlənilir. Ata qızına, gül bülbülünə, evlərindən didərgin düşən insanlar öz yurd yuvalarına qovuşur. Artıq günəşli günlər, bərpa olunmuş abidələr, yenidən canlanan Qarabağ bizi gözləyir. Qovuşmaq heç vaxt belə gözəl olmamışdı. Hər zaman birlikdə olaq. Kəlbəcərə və bütün torpaqlarımıza qovuşmağın 5 illiyi mübarək.